Bugün Azərbaycanın milli qəhrəmanı Natiq Qasımovun doğum günüdür. 1-ci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov 5 gün ac-susuz qalsa da bayrağımızı əlindən düşürməyib. 1971-ci ildə Azərbaycan Respublikası Gədəbəy rayonu Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş Qaradağ Şahinləri taboruna yazılaraq vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu Pirlər kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbiçiləri tərəfindən əsir götürülüb. Natiq Qasımov Xocalı rayonu Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq tək başına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün 12 mart 1992-ci ildə Rusiyalı və İtalyanlı jurnalistlər Konstantin Smirnov və Enrico Sarzinin şahidliyi ilə Ermənistan hərbiçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən Aganyok jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində Strah adlı məqalədə təsvir edilib. Qeyd edək ki, 25 iyun 2024-cü ildə Azərbaycan Prezidenti Ali Başkomandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalan.